Zorlama, qətl, uşaq işgəncələri və hətta insan əti yeməyə qədər çatan rəsmi faktlar. 3 milyon səhifə, 180 min uçuş və ABŞ Ədliyyə Nazirliyinin dərc etdiyi Jeffrey Epstein'in cinayətlərinə aid 2000 video çarx. Amerika prezidenti Donald Trump'ın adı son sənədlərdə 1000 dəfədən çox çəkilib. Trump'ın 13 yaşlı azyaşlı qızı zorlaması, təqvim qızları həvəsi, insan alveri və ən məşhur mülklərindən olan Mar-a-Lago kurortunda Epsteinlə əməkdaşlığı barədə iyrənc həqiqətlər. Bu hər şey deyil. Epsteinin və müştərilərinin əməlləri bu həddə dayanmadı. Hətta insan ətinin doğranması və yeyilməsi həddinə çatdı. Epsteinin failləri təkcə Amerika elitasının şübhəli əməllərini ifşa etmədi. Həm də təsdiqlədi ki, İsrail 1-ci hakimiyyəti dövründə Trump'ı idarə edib və Kushner prezidentliyin faktiki idarəçiliyini həyata keçirib. İndiyə qədər üzə çıxanlar sadəcə dəryadan bir damladır. Tam həqiqət isə bəlkə də sonsuza qədər səssizlik və nüfuz daxilində gizli qalacaq.